Deməli dostlar, bu günlər Binə qəsəbəsində düz sizi kanal deyilən ərazidə mehriban qonşularda gözəl belə bir həyət evimizin çəkilişinə gəldik. Evimiz çox gözəl, səliqəli, təmirli, necə lazımdır. Katalojna bir həyət evidir. Qiyməti də 87.000 Azərbaycan manatına. Gəzək. Əvvəla onu deyirəm ki, uşaqlarımızın böcəyi qabağıma çıxdı. Bir dənə buna baxın Ayşə xanım. Yadınıza gəlir bu böcək? Yox, bundan birinci səfərdə görürəm. Bunu biz çubuq salırdıq, ip bağlayırdıq, Allah günahımızdan keçsin qıçına. Başlayırdıq havada uçmağa, beləcə əlimizlə. Yox, onu birinci səfərdə mən görürəm. Çox əziyyət vermişik uşaq vaxtda. Qanmamışıq da bilməmişik. İndi amma elə şeylərimiz yoxdur, Allah'a şükür. Deməli dostlar, həyətimiz, bazamız çox super, səliqəli. Ağaclarımız var, meyvə ağaclarımız. Digər nar ağacımız, nə bilim, nanələrimiz var burada, görürsünüz, səpələnib gedibdir. Suyumuz var, qazımız var, işığımız var. Kommunallar hamısı öz qaydasında, öz yerində dostlar. Qiymətlər daxildir, şərt tələb olunur. Deməli, evimizin aşağı hissəsində qarşılar. Bura aşağı qaraj hissəsidir. Gördüyünüz kimi, qaraj çox səliqəli. Burada dolab eləmək üçün, bax belə, zapças qoymaq üçün ustalara səslənəmək, əsl o ustalar var ha, maşın ustaları, gətir bax eləməsinə, maşını salır, burada da bütün zapçasları yiyir. Özün üçün qurtalan da, məsəl üçün adam var, qədim maşını alır, məsəl üçün onu öz üçün, öz istədiyi kimi düzəldir, bax, o adamlar üçün çox səliqəli bir qarajı var buranın. Belə də ki, istəyirsən cipi ilə, nə insən elə də, fərq eləmir. Kanalizasiya xətti zadı var, susuz sızmasın deyə, bax belə şeylər. Aşağıda da ki dostlar, əlavə olaraq bax, kombimiz quraşdırılıb, qaz xəttinə qədər ötürülüb hamısı. Və plus, burada gördüyünüz koridor kimi yeri var. 2 dənə də otaq aşağıdadır, özlə necə lazımdır. Bir dənə buradan hələ tavanı göstərək Ayşə xanım, bax buradan yuxarıdan. Bax bu tərəfdən koridordan göstərsək daha işıqlı düşəcək. Gördüyünüz kimi, burada koridoru tam gördüyünüz kimi izolasiya olunubdur. Aşağıda əldamısı var və burada dostlar belə bir xüsusi yerimiz də mövcuddur. Dostlar görürsünüz, elə pis ağır imiş ha. Dolub bitsin. Dayan bir dəqiqə. Oyda da ağır imiş ha. Ben yüngül. Yaşıma uyğun özüm apar. Allah haqqı, yox, hiç doludur, bunun çox doludur. Ağırdır ki, ha? İzləyicilər bilir, bunun içində ilə daşdan doldurub. Qumdan doldurub, qumdan doldurub. Hətta əncəklər də qoyublar ora bax. Ay, çox ağırdır, dəhşət ağırdır. Qanmadım, bilmədən vurdım. Yaxşı içində daşmaq yoxuymuş. Laq, qırılmış düzü. Dostlar, gəlin bura inşallah. Deməli, mən vurdum, siz gəlib vurmayın. Yəni odur ki, bilin ağır bir şeydir, həqiqətən deyirəm. Yəni ona karateys lazımdır, biz nə bilim bax, tosbalaq kimi bir şeylər. Gəlin inşallah qalxaq evimizi, üst hissəsini sizlərə göstərək. Gəlin bura. Qızıl gülümüz, hər bir şeyimiz qaydasında. Gəlin qalxaq yuxarıya. Ya Allah'ın adı. Evimiz səliqəli oturulmuş evdir dostlar. Gəlin bura. Qapılarına şəxsən vırıldım. Qapıları çox gözəl. Siz gəlin. Siz onlar deməli. Baxın, qapılar gözəl qapılardır. Həddən artıq. Çox səliqəlidir. Yəni elə bir ki, əllə naxış işləyibsən qapılara. Amma belə bir gözəlliyi var. Qey hərfində koridoru var. Birinci xanımlar, həmişə kimi sizi nəzərə alır, yerik mətbəximizə. Qəşəng işıqlandırma tavan, səliqəli, geniş mətbəx, oturmağa, durmağa yeri. Və xanımlar, elə bir ki, bura mükəmməlin üstüdür da, yəni səliqəli, çox mükəmməl. Buna baxın, hər şey. Burada demoxot yerinə kimi açıblar ki, sabahları fetiniz adının üstündə orada yer qoya biləsiniz. Qəşəng aboylanır, çox səliqəli bir evdir. Məncə əldən qaçmaz. Keçək digər otağımıza. Bura evimizin zalı. Qəşəng işıqlandırma ilə mükəmməl. Bunu çıxarın da yerin sizin normal qaydada. Deməli, gördüyünüz kimi
Azərbaycan bayrağının simvolunu bu evdə şey deyirlər. Əks elə. Əks elətdirirlər, bəli. Deməli, yaşıl, qırmızı, göy. Yəni, bayrağımıza qurban olaram, həqiqətən də çox gözəl bir... Göy, qırmızı, yaşıl. Həmin yaşıl, qırmızı, göy, göy, qırmızı, yaşıl. Yəni, həmən şeydir də, qırmızı, yaşıl, göy də ola bilər. Yəni, ortadan başlayıb saxson da deyə bilərik. Fərqlər əsas odur ki, rəng eyni rəngdir. Gəlin buraya inşallah. Yataq otağımız sanki elə bir zaldır, dostlar. Geniş, böyük, akurat otaqdır. Məncə dəyər. Bir də 2008-in cehizliklərdir bunlar. Hə, bunlar əgər. Məndə də olub, ona görə bilirəm. Şeyinə cehizlik. Onu demirəm, pakırvalları deyirəm. Bu üstü. Bunlardan biz sən nə qədər gətirdik. Bunlar bizdə bir sən açandan olubdu. Mənim anamın cehizliyi olub beləcə şeylər. 2008-in cehizlikləri. Hə, çox köhnənin də. Hə. Gəlin buraya inşallah. Dostlar, burada bir otağımızdır. Burada bax bir dənə belə pürtüşqadır. İstəyən olsa pəncərə ata bilər. Bax, buranın bir dənə budur. Amma genişdir, iridir, səliqəlidir. Valla adam var, ev var ki, mən girmişəm, heç o pəncərə belə yoxdur. Evin qəşəng müsbət aurası var. Qəşəng aura. Səliqəli dizayn olunub. Plus sancaq qovşağı da genişliyi, asma tavanlandır, üst hissəsi mükəmməldir, yəni qəşəng. Hər şey qaydasında, dostlar. Qiymət də ki, ekran əvvəlindən dedim, səhifəmizdə qeyd olunubdur. Real alıcılara endirim olunacaq. Mütləq ətraflı məlumat üçün səhifədəki əlaqə nömrələri ilə əlaqə saxlayın inşallah. Buyurun gəlin, gözəl, mükəmməl eviniz olsun. Ayşə xanım, sizin bir deyəcəyiniz söz. Mən də izləyicilərimi salamlayıram. İnşallah ki, belə fürsəti əldən qaçırmayın. Bütçənizə uyğundur, buyurun gəlin. Amin inşallah. Xeyirli olsun.